Salam, mən Nərmin müəllimə. Sizinlə yeni 7-ci sinif biologiya dərsliyinə uyğun hazırlanmış, yeni nəşr olunmuş və artıq satışda olan kitabımızı təqdim etmək istəyirəm. Deməli, kitabımız, yəni deyirəm, 7-ci sinif yeni biologiya dərsliyi əsasında hazırlanmışdır. RFM-ə hazırlaşan şagirdlər üçün, abituriyentlər üçün, eləcə də biologiyanı daha dərindən öyrənmək istəyən şagirdlər üçün nəzərdə tutulmuşdur. Kitabımız ümumilikdə, yəni test toplumumuz daha doğrusu ümumilikdə orta məktəb dərsliyinin bütün bölmələrinə uyğun ardıcıllıqla testlərdən ibarətdir. Deməli, hər bölmə üzrə təbii ki, bölmənin çətinlik dərəcəsindən və bölmədəki məlumatların dərinlik səviyyəsindən asılı olaraq bölmələrdə sual sayı fərqlidir. Məsələn, hüceyrə orqanizmin bitkilərdə çoxalma kimi mürəkkəb deməli bölmələrdə 100-dən çox sual var. Ümumilikdə bütün bölmələr üzrə testlər var. 7 ədəd sınaq testimiz var ki, sınaq testində bütün materiala toxunulmuşdur və hər sınağımızda 25 sual var. Ümumilikdə isə toplumumuzda 700 test yer alır və testlər kifayət qədər belə deyək, rəngarəng, maraqlı, hər tərəfli hazırlanmışdır və belə deyək, suallar yalnızca bir məlumatı yox, əksər suallarda bir neçə məlumata toxunulur. Yenə deyirik, dərslik sırf yeni 7-ci sinif, daha doğrusu toplu sırf yeni 7-ci sinif dərsliyinə əsasən hazırlanmışdır. Deməli, materialdan kənara çıxılmamışdır. Sırf 7-ci sinif dərsinə uyğundur. Dərslikdə olmayan heç bir nüansı siz burada görə bilməzsiniz və eləcə də dərslikdə olub da burada soruşulmayan heç bir nüansı görə bilməzsiniz. Yəni kitabın ən xırdalıqlarına qədər soruşulmuşdur test toplumumuzda. Bir neçə sualı sadəcə izah eləmək istəyirəm. Demək, 41-ci suala baxırıq. İkiqat mayalanma prosesində iştirak edənləri uyğunlaşdırın. İkiqat mayalanma prosesi baş verir yalnızca çiçəkli bitkilərdə və çiçəkli bitkilərdə bir dəfə ikiqat mayalanma prosesi baş verəndə bir dənə toxum əmələ gəlir. İkiqat mayalanma baş verir çiçəyin, dişiciyinin yumurtalığında olan yumurtacıqda. Burada yumurtalıqda yumurtacıq sayımız bir ədəd də ola bilər, çox ədəd də ola bilər ki, bu meyvədəki toxumların sayını təyin edəcək. Məsələn, gilas, albalı kimi çəyirdək meyvəli bitkilərin yumurtalığında bir ədəd yumurtacıq olur. Gilə meyvə, misal üçün pomidor, bibər, sonra misal göstərə bilərik, badımcan və s. kimi bitkilərin yumurtalığında isə çoxlu sayda yumurtacıq olur. Ya biz bir dəfə ikiqat mayalanma prosesini öyrənirik. Yəni yenə deyirəm, bir dəfə ikiqat mayalanma prosesi baş verdikdə bir ədəd toxum yaranır. Yəni bizim indi burada nəzərə alacağımız nüanslar bir dəfə ikiqat mayalanma üçün keçərlidir. Əgər çox toxumlu meyvə alınacaqsa, bunda belə deyək, bizdən soruşulan nüansları və yaxud da bizə verilən nüansları toxum sayına vuraraq tapmalıyıq. İndi burada bir dəfədən söhbət gedir. Bir dəfə ikiqat mayalanma prosesində 2 ədəd sperm iştirak edir ki, bunlar məhz erkək qametlərdir. Bilavasitə mitoz bölünmə nəticəsində əmələ gəlir və deməli generativ nüvədən əmələ gəlir. Yumurta hüceyrə bir ədəddir. Bir dəfə ikiqat mayalanmada bir dənə yumurta hüceyrə iştirak edəcək. Ümumi hüceyrə sayı 4 ədəddir. Ümumi qamet sayı isə 3 ədəddir. İndi belə deyirik ki, ikiqat mayalanma prosesi biz niyə görə ikiqat mayalanma deyirik? Çünki orada bir dəfə yumurta hüceyrə ilə spermi birləşir, əmələ gəlir ziqot. Ziqot da daha sonra bölünüb, inkişaf edib toxumun rüşeyminə başlanğıc verəcək. Ki, bu, əgər toxum əlverişli şəraitə düşərsə, rüşeym inkişaf edib yeni bitkiyə başlanğıc verəcək.
Yəni biz burada bir dəfə mayalanma prosesini gördük. Növbəti isə mərkəzi hüceyrə ilə hansıca ana bitkinin xüsusiyyətlərini daşıyır. Sperminin mayalanması baş verəcək. Buradan isə endospermə başlanğıc verən hüceyrə yaranacaq. Yəni belə deyirik, burada sadəcə deyirik, endospermə başlanğıc verən hüceyrə yaranacaq. Bu hüceyrədə bölünüb inkişaf edərək məhz endospermi yaradacaq. Endosperm də bir ləpəli bitkilərdə, yəni misal üçün taxıl bitkilərində, soğanda, sarımsaqda və s. toxumda ehtiyat qida maddəsi saxlayır. Yəni biz burada 2 dəfə mayalanma gördük deyə 2 qat mayalanma deyirik. İndi burada spermi sayımız 2 dənədir. Bax, bu 1 spermi, bu da 2 spermi. Yumurta hüceyrəmiz 1 dənədir, bir dənə yumurta hüceyrəmiz var. Hüceyrə deyəndə 4-ünü də nəzərə alırıq. 2 spermi, bir yumurta hüceyrə, bir mərkəzi hüceyrə. Qamət deyəndə 3-ünü nəzərə alırıq. 2 spermi və bir yumurta hüceyrə. Mərkəzi hüceyrə burada təəssüf ki, qamət deyil. Belə. İndi burada verilənlərə əsasən uyğunlaşdırmalıyıq. Ən az yumurta hüceyrədir. X 1-dir. Birdən sonra gəlir 2. Yox, 1 niyə ki? 2 çaşdım. 2-dir yumurta hüceyrə 2. Y ondan biraz daha çoxdur. Deməli 2-dən olmalıdır. Bu spermidir. Bura 1-dir. Sonra Z baxırıq 2-dən sonra gəlir 3 qamətdir, yəni 4. Yəni buradakı rəqəm 4-ü yazırıq və ən sonda hüceyrə sayı ən çoxdur, o da 3 dənədir. 4 dənədir, yəni 3-cü bəhddə qeyd olunmuşdur. Burada yazırıq 3, yəni ardıcıllıqla X, Y, Z-də 1, 2, 1, 4, 3 kimi düzülməlidir. Belə. Yəni gördüyünüz kimi suallar kifayət qədər belə deyək də mürəkkəb suallardır. Asan suallar var, bəli, düzdür. Asan suallarımız da var, amma üstünlük təşkil edir çətin, düşündürücü, yenə deyim, dərslikdən kənara çıxmamaq şərti ilə hazırlanmış suallar. Pozanımız hanır? Məsələn, təmizləyək ekranı. Aha, sadəcə bir neçə səhifəni də təqdim edəcəm, test izah eləməyəcəm. Test izahı istəsəniz əgər, düzdür, hamısını yox, amma ara-ara bir neçə sualı, yəni sizin üçün daha çətin olan, izaha ehtiyac duyduğunuz sualları mənə yazın, ya bu videonun altına rəy olaraq və yaxud da WhatsApp üzərindən yaza bilərsiniz. Çox sualları mən izahını YouTube kanalımda paylaşın. Baxın, misal üçün, sınaq 2-yə gəldik, çıxdıq. Aha, 25 sual və 25 sualda bizim ikinci sınavımız tamamlanmış oldu və keçid edirik sınaq nömrə 3-ə. Sınaq nömrə 3-də də yenə də 25 sualımız olacaq. Yəni, sualların ən azından keyfiyyətini göstərmək istəyirəm ki, suallarımız keyfiyyətli, yenə deyirəm, çox pilləli, məhz RFM səviyyədə hazırlanmış suallardır. Yəni, baxın, bir sualda qrafik var, sonra qrafik əsasən nüanslar var, sonra onların uyğunlaşdırılması var və s. Belə, kitab haqqında əlavə sualınız olarsa və yaxud da istər FM səviyyəli, istərsə də sadəcə təkmilləşdirmə dərslərimizə qoşulmaq istəsəniz, əlaqə saxlaya bilərsiniz. Uğurlar!